Salam, biz Kaspi Liseyinin 8-ci sinfi olaraq Yaşıl Dəhliz layihəsinə böyük həvəslə qoşulduq. Bizim seçimimiz təbii və gözəlliyi ilə seçilən dollar gülüdür. Biz öyrəndik ki, bu bütçəyə qışda ayda bir, yayda isə torpağı tam quruyanda su vermək kifayətdir. Bu layihə sayəsində canlı bir varlığa necə məsuliyyətlə qulluq etməyi öyrənirik. Dollar gülü bitkilər aləminin ən dözümlü nümayəndələrindən biridir və az işıq mühitlərdə yaşaya bilir. Onun ən maraqlı xüsusiyyəti torpağın altında gizlənən və rizom adlanan kartofla bənzər kök yumrulardır. Bu yumrular bitki üçün təbii su anbar rolunu oynayır və onu quraqlıqdan qoruyur. Məhz buna görə də dollar gülünü çox sulamaq olmaz, çünki o suyu qənaətlə istifadə etməyi sevir. Bu bitkinin elmi adı Zamioculcasdır. Ana yurd isə uzaq şərqi Afrikan qayalıqlarıdır. Yarpaqları tünd yaşıl, parlaq və sikə pullara bənzədiyinə görə onu xalq arasında dollar gülü və ya bərəkət ağacı deyilir. İndi dəhlizimiz daha müasir, daha canlı və nəfəs alan bir art butik qalereyasına çevrilib. Gəlin təbiəti birlikdə sevək və gələcəyə öz yaşlı izimizi birlikdə qoyaq.